Hər vaxtınız xeyir olsun dostlar. Bu video sırf Almaniyaya köçmək, Almaniyada təhsil almaq, Almaniyada yaşamaq istəyənlər üçündür, digər şəxslər. Ən yaxşısı indidən vaxt itirməsinlər. Bildiyiniz kimi dostlar, bir müddətdir mən Almaniyada yaşayıram və mən Almaniyaya köçdükdən sonra çox suallar almağa başladım. Necə Almaniyaya köçə bilərəm? Necə Almaniyada Ausbildung eləyə bilərəm? Necə orada yaşaya bilərəm? Oturum ala bilərəm? Almaniyada yaşamaq çətindirmi? Və s. ilə axır. Çoxlu suallar almağa başladım. Təəssüf ki, vaxt məhdudiyyətində mən hər birinə cavab verə bilmirdim. Bəzi cavabladığım, hətta buraya gəlməsində vasitəçi olduğum şəxslər də var ki, hazırda burada Ausbildung eləyirlər. Daha sonra bu sahəyə marağın böyük olduğunu nəzərə alaraq, mən də bu sahəyə vaxt ayırıb işləyə biləcəyimi qərarına gəldim. Deməli dostlar, 3 sahə var ki, mən sizin Almaniyaya gəlməyinizə kömək edə bilərəm. Birinci, 3 yol var ki, daha doğrusu mən sizin Almaniyaya gəlməyinizə kömək edə bilərəm. Birinci Ausbildung yolu, ikinci iş, üçüncü isə biznes. Ən rahat ilk öncə qeyd edim ki, Ausbildung yoludur. Ausbildung yolu ilə necə gəlmək mümkündür? Ausbildung yoluna sizdən nə tələb olunur? Ausbildung yoluna sizdən tələb olunan attestatdır. Əgər attestatınız yoxdursa, heç bir problem yoxdur. Şəhadətnamə ilə də mümkündür. Şəhadətnamə və minimum A2 səviyyədə Alman dili tələb olunur. Nə gözəl olar ki, siz B1, B2 səviyyədə bilərdiniz. Hətta Alman dilini bilmirsinizsə belə bu çox böyük bir problem deyil. Siz hər bir, məsəl üçün A1-i 3 aya, A2-ni 3 aya, B1-i 3 aya, cəmi 9 aya B1 səviyyəsinə çatmağınız mümkündür. Yəni qarşınıza məqsəd qoyursunuz ki, mən Almaniyaya gələcəyəm, mən orada yaşayacağam, təhsil alacağım, işləyəcəm. Heç bir çətinlik yoxdur. Ausbildung 3 il təxminən davam edir. Bu 2 il də ola bilər, 3 il yarım da ola bilər. Amma orta hesabla əksər işlərdə 3 ildir bu. Ausbildung nədir? Peşə təhsilidir. Burada həftənin müəyyən günlərini işləyirsiniz, müəyyən günlərini dərsə gedirsiniz və ən əsası qarşılığında maaş alırsınız. Ən əsası odur. Və öz keçiminizi bu maaşla saxlaya biləcəyiniz bir maaş alırsınız. İstəsəz əlavə olaraq hətta mini job da eləyə bilərsiniz, əlavə gəlir də əldə eləyə bilərsiniz onun haqqında. Ausbildung ümumiyyətlə elə bir geniş bir anlayışdır ki, mən onun haqqında gərək ayrı bir video çəkim sizə izah edeyim, əgər bilməyən insanlar varsa. Bilən insanlar varsa da nə gözəl. Mən sizə kömək eləyə bilərəm bura gəlməyinizə, hansı sahə üzrə heç bir fərqi yoxdur. Aşpazlıq istəyirsiniz, aşpazlıq, santexnik, bank işçisi, digər IT mütəxəssisi. Təbii ki, bu sizin CV-nizdən də asılı olası. Yaxşı məhdudiyyəti 40-a qədər mümkündür. Təbii ki, 18, 19, 20 yaşınız olsa sizin qəbul alma şansınız daha yüksəkdir, amma 40-a qədər mümkündür. Digər ikinci işlə necə gəlmək mümkündür? Bu biraz çətindir. 3-cü dərəcəli ölkələrdən, Azərbaycan kimi ölkələrdən işlə buraya gəlmək biraz yox, çox çətindir. Sizin ilk öncə diplomunuz olmalıdır. Hər hansı bir sahə üzrə diplomunuz olmalıdır və həmin sahə üzrə, sırf həmin diplomunuz olduğu sahə üzrə ən azı 3 il iş təcrübəniz olmalıdır və müəyyən Alman dili biliyiniz olmalıdır. Bundan sonra biz sizin diplomunuzu burada Almaniyada təsdiq etdirə bilərik. Əgər bununla bağlı, diplomunuzun təsdiqi ilə bağlı da, əgər kimsə istəyirsə diplom Almaniyada təsdiq olunsun, bununla bağlı mən şəxsən kömək edə bilərəm. Diplomunuzu təsdiq etdirib, müraciət edib sizə iş dəvətdə almaq mümkündür. Bizneslə bağlı, bununla bağlı gərək bir böyük video çəkmək lazımdır, çox geniş bir şeydir. Və yaxud da ki, inanmıram bu sahəyə çox müraciət edənlər olsun. Böyük məbləğdə pulunuz olmalıdır və biznes planınız olmalıdır. Ondan sonrası çox asandır. Bu qədər dostlar, mən ətraflı məlumat verdim. Nə edə bilərəm sizin üçün? Digər suallarınızı hər birini rəydə yaza bilərsiniz. Nə haqqında ətraflı məlumat almaq istəyirsiniz, onları da yaza bilərsiniz. Böyük məmnuniyyətlə mən hamısını cavablamaya çalışacağam. Və əgər sizin bir qarşınızda məqsədiniz varsa, artıq mən gedirəm, artıq mən bunu eləyirəm, onda şəxsən mənimlə əlaqəyə keçin və mən dəstək olmağa çalışacağam. Sağ olun, özünüzdən müqayisə olun.